Əziz yüksələn xərçənglər, 2026-cı ilin iyun ayı şərhinə xoş gəldiniz. Kiçik bir xatırlatma edim ki, proqnozlar hər zaman yüksələn burca görə hazırlanır. Yəni siz də yüksələn xərçəngsinizsə, tam olaraq doğru yerdəsiniz. Əziz yüksələn xərçənglər, 21 iyuna qədər Günəş Əkizlər bürcündə olacaq. Yəni sizin 12-ci evinizdə. Günəş bizim həyat enerjimizdir. Günəş 12-ci evə keçəndə insanın enerjisində biraz düşüş ola bilər. 21 iyuna qədər özünüzü biraz yorğun və halsız hiss edə bilərsiniz. Xüsusilə sağlamlığınıza diqqət etməyinizi istəyirəm. Bu dövr biraz öz içinizə çəkildiyiniz bir dövr olacaq. Əslində yüksələn xərçənglər onsuz da çox zaman öz daxili dünyasında yaşayır. Amma bu dəfə biraz daha fərqli olacaq. Daha çox öz halınızda olmaq istəyəcəksiniz. Heç nəyə qarışmaq, müdaxilə etmək istəməyəcəksiniz. Sadəcə müşahidə edib baş verənləri anlamağa çalışacaqsınız. Qulağınıza bəzi söz-söhbətlər və dedikodular gələ bilər. Arxanızdan danışılan şeyləri eşidə bilərsiniz. Bəzi mövzularda qərar vermək istəyəcəksiniz, amma tam hərəkətə keçə bilməyəcəksiniz. Daha çox düşünmək və gözləmək istəyəcəksiniz. Yəni qısacası bir dayanın, bir baxım görüm nə olur dövrüdür. Amma bu sonsuza qədər davam etməyəcək. 21 iyundan sonra isə səhnə tamamilə sizindir. Çünki Günəş artıq xərçəng bürcünə keçir. Yəni sizin yüksələninizə və birinci evinizə. Üstəlik Merkuri də ona qoşulur. 21 iyundan etibarən çox gözəl bir enerji başlayır. O içinə qapanmalar, kim nə dedi, necə edim düşüncələri geridə qalır. Artıq sizin zamanınız başlayır. Günəş və Merkuri yüksələninizdədir. Parlayacaqsınız. Daha diqqət çəkən, daha sosial və daha enerjili olacaqsınız. Öz xarakteriniz və kimliyinizlə parlayacağınız bir dövrdür. Merkuri sizi daha danışqan edəcək, özünüzü ifadə etmək istəyəcəksiniz və nə istədiyinizi daha dəqiq biləcəksiniz. Sosiallaşmaq üçün də çox gözəl bir dövrdür. Münasibətlər və flörtlər baxımından da gözəl təsirləri var. Xarici görünüşünüzdə dəyişiklik etmək istəyə bilərsiniz. Saç, stil və ümumi görünüşünüzlə bağlı yeniliklər də ola bilər. Amma burada bir xəbərdarlıq var. 29 iyundan etibarən Merkuri sizin yüksələninizdə retro hərəkətinə başlayacaq. Əgər evlənmək, müqavilə imzalamaq, yeni işə başlamaq, köçmək, yeni bir layihəyə başlamaq kimi başlanğıclarınız varsa, bunları mümkün qədər 25 iyuna qədər həll etməyə çalışın. Çünki 25-dən sonra Merkuri yavaşlamağa başlayacaq. İndi isə gələk ayın dolunayına. 30 iyunda Oğlaq bürcündə dolunay baş verəcək. Oğlaq sizin doğum xəritənizdə 7-ci eviniz. 7-ci ev evlilik, ortaqlıqlar, sosial münasibətlər, məhkəmə və hüquqi mövzular deməkdir. Deməli, 30 iyun ətrafında münasibətlərlə bağlı bir şeylər dəqiqləşə bilər. Məsələn, uzun zamandır davam edən bir münasibətə artıq ad qoya bilərsiniz. Qarışıq və ya qeyri-müəyyən münasibətlərdə qərar verə bilərsiniz. Nişan, toy və evlilik mövzuları gündəmə gələ bilər. Amma unutmayın ki, həmin vaxt Merkur retrosu da başlayır. Ona görə də diqqətli olmaq lazımdır. Həyat yoldaşınızın həyatında bir yenilik və ya xəbər də gündəmə gələ bilər. 7-ci ev həm də iş ortaqlıqları və müqavilələri göstərir. Yeni müştəri, ortaq və ya ticari razılaşmalar da ola bilər. Məhkəmə və hüquqi mövzularla bağlı da bir nəticə və ya xəbər gələ bilər. Və sonda iyul ayında Yupiter Şir bürcünə keçir. Bu isə sizin ikinci evinizdir. Pul və karyera eviniz üçün 12 ildən sonra gələn böyük bir şans dövrü deməkdir. Məndən bu ay üçün bu qədər. Məni izlədiyiniz üçün təşəkkür edirəm. Yenidən görüşmək ümidi ilə.